Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Yeni videomuzda xoş gördük hər birinizi. Bugünkü videomuzda 2017-ci il 1-ci qrup 3-cü sınavın B variantı testlərinə baxırıq. Başlayaq. 26. Hansı qrafik üfüqi yolda hərəkət edən avtomobilin mühərrikini söndürdükdən sonra impulsun zamandan asıllığını təsvir edir? Üfüqi yolda hərəkət edən avtomobil mühərriki sönəndən sonra təbii ki, bu başlayacaq dayanmağa. Yəni, getdikcə bunun sürəti azalacaq və bir müddət sonra dayanacaq. Əgər sürət azalırsa, bu deməli yavaşlayan hərəkət edəcək. Yavaşlayan hərəkət edirsə, impuls da eyni sürət kimi dəyişəcək. Çünki impulsun düsturu P bərabərdir mv. Bu avtomobilin kütləsi dəyişmir. İmpuls birbaşa sürətdən asılı qalır. Demək, sürətin qrafiki necə olsa, impulsun da qrafiki eyni cür olacaq. Bu da yavaşlayan hərəkət elədiyinə görə doğru cavab A variantı olacaq. 27. Rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərin periodunu necə artırmaq olar? Periodun düsturu 2pi kök altında LC'dir. Periodu artırmaq üçün ya L ya da C və yaxud hər ikisi artmalıdır. İndi bu variantlara baxaq. Period yükdən asılı deyil, yük hələ ki qalsın. Tutumu artırmaqla cavabı var. Tutum artsa, kökaltı düz asılı olduğuna görə period da artacaq. Ona görə də doğru cavab olur C variantı. 28. Dalğa uzunluğu 3.6 olan dalğanın eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafəsi nə qədərdir? Biz qaydada nə demişik? Demişik ki, eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafə nəyə deyilir? Elə dalğa uzunluğuna deyilir. Bizdən əslində dalğa uzunluğunu verib və sonra dalğa uzunluğunun tərifini verib. Yəni ki, cavabımız elə dalğa uzunluğu olacaqdır. 29. 29-da düsturda biz bilirik ki, Fm(x)n bölü 2 bu tam enerjidir. Tam enerjidən potensial enerjinin çıxıb, deməli ki, cavab kinetik enerji olacaq. Yəni, cavab Y variantı olur. 30. Bir cins elektrik sahəsinə qüvvə xətlərinə paralel daxil olan müsbət yüklü zərrəcik necə hərəkət edər? Deməli, bir cins elektrik sahəsi olduğuna görə təcil artıb azalan olmayacaq. Çünki sahənin hər yerində A bərabərdir Q-Y bölü M-dir. Q-su eyni, M-i eyni, Y də dəyişmir axı bir cins sahədir. Y dəyişmədiyinə görə təcil də dəyişməz. İndi görək bərabər yeniləşən hərəkətdir, yoxsa bərabər yavaşlayan. Elektrik sahəsinin qüvvə xətləri bildiyimiz kimi müsbətdən mənfiyə yönəlir. Bu müsbət yük də mənfiyə tərəf təbii ki, bərabər yeniləşən hərəkət edər. Doğru cavab olur B variantı. 31. Təzyiqin səthin sahəsindən asıllıq qrafiki verilmişdir. Səthə perpendikulyar təsir edən qüvvənin qiymətini hesablayın. Təzyiqin düsturu səthə perpendikulyar təsir edən qüvvənin həmin səthin sahəsinə nisbəti ilə ölçülür. Buradan F-i tapsaq P vurulsun S. P-nin 20 qiymətinə uyğun, S-in qiyməti gəlirik neçədir? 0,4. 0,4 cavab olacaq 8 Newton. Yəni Y variantı. 32. 32-də deyir ki, bizə M və N nöqtələri arasındakı gərginliyi sabit saxlamaqla reostatın sürgüsünü sağa sürüşdürdükdə V1 və V2 voltmetrlərin göstərişi necə dəyişər? Biz deməli, əgər reostatın sürgü qolunu sağa sürüşdürürüksə, əvvəlki halına baxaq. Əvvəlki halda cərəyan müsbətdən gəlir. Əvvəlki halı qırmızı ilə yazaq. Gəlir buradan, bu qədər yerdən keçir və gedir mənfiyə doğru. Sonraki halda isə biz bunu sağa tərəf sürüşdürəndə cərəyan gəlir buradan, sadəcə bu qədər yerdən keçir. Yəni, burada da görürəm ki, nə baş verdi? Cərəyanın getdiyi yol azaldı. Cərəyanın getdiyi yol azaldısa, müqavimət neynədir? Rho-L böl S-ə görə, L azaldığına görə müqavimət də azaldı. Müqavimət azaldığına görə I bərabərdir U böl R. R azaldısa I artdı. Deməli ki, dövrədəki cərəyan artıb. Niyə dövrədəki cərəyan deyirəm? Çünki bunlar bir-birinə ardıcıl qoşulub. Reostatla rezistor. Ardıcıl qoşulanda da onların hər ikisindən keçən cərəyan eynidir. Demək ki, birincidən nə cərəyan keçirsə reostatdan, rezistordan da həmin cərəyan keçir.
Sonuç olaraq əvvəlkinə baxanda cərəyanın qiyməti artdı. Əvvəl tutaq ki, i idisə, indi özümdən deyirəm də 2i oldu. Cərəyan artdı. İndi voltmetrin göstərişinə gəlirik. Gərginliyi sabit saxlamaqla deyir. Bu o deməkdir ki, mənbənin gərginliyi sabitdir. U bərabər konstant. Deməli, əgər V1-in göstərişi necə dəyişirsə, V2 onun əksinə dəyişməlidir. Yəni ki, bunlardan biri dəyişirsə, digəri mütləq dəyişməlidir. Mənbənin gərginliyi sabitdirsə, birində dəyişər, birində dəyişməz cavabları olmaz. Və ikisi də eyni cür də dəyişə bilməz. Yəni, hər ikisi artsın, hər ikisi azalsın, yox. Biri artırsa, digəri azalmalıdır ki, cəm sabit qalsın. İndi baxıram ki, nə cür eləyək? Baxın, V1-də müqavimət azaldı, cərəyan artdı. Mən bilə bilmirəm ki, hansı daha çox dəyişib. V1-in göstərişinə heç bir şey deyə bilmirəm. Amma V2-in göstərişi üçün U2 bərabərdir I vurulsun R. R-i dəyişməyib, amma dövrdən keçən cərəyan artıb. Yəni, R-dən keçən cərəyan artıbsa, bu U2-nin qiymətinin artmağı deməkdir. Əgər U2 artıbsa, U1 azalmalıdır ki, cəm, yəni gərginlik sabit qalsın. Ona görə də 32-də olur C variantı. 33. Nə qədər etil spirti yandırmaq lazımdır ki, 100 joule temperaturda 54 qram suyu buxarlandırmaq mümkün olsun. Deməli, etil spirti yandırmalıyıq. Q vurulsun, yanma istiliyi yazıram da, M spirt, Q spirt vurulsun, M spirt bərabərdir. Bunun istiliyi ilə, bundan alınan istiliyi miqdarı ilə biz nə iş görəcəyik? 54 qram suyu buxarlandırmalıyıq. Və deyir ki, spirtin yanma istiliyinin 50% buxarlanmaya sərf olunur. Demək ki, yanma istiliyi bax budur da QM-dir. Bunun 50% sərf olunur buxarlanmaya. Buxarlanma nədir? L su vurulsun, M su. Və salam, indi buradan həll edək. Qoyaq hamısının yerinə. Q'su neçədir bunun? 2,7 vurulsun, 10 üstü 7 vurulsun. M-imiz 54 qramdır da spirt. Yox, nə qədər spirt soruşur? Bizdən M-i soruşur elə. 50 ilə 100 ixtisar eləsək 2 bərabərdir. L-imiz 2,26 vur 10 üstü 6 vurulsun. M-su. M-su nə qədərdir? 54 vurulsun 10 üstü -3. Əsas vahidlərdən yazdım. Amma qramla soruşur. Gəlin elə qramla saxlayaq, çevirməyək. Buradan da M spirti tapanda deməli 2 vurulsun, 54 vurulsun, 2,126 vur 10 üstü 6-nı bölürük 2,7 vur 10 üstü 6-ya. İxtisarlarımız varsa eləyək. Burada 2, 4-ü vuranda 2,126-ya neçə eləyər? 4-ü 2,126-ya. Yəqin ki 9,4 eləyəcək. Burada 10 üstü 6-larda ixtisar gedir. Cavab olar onda D variantı. 33-də. Gedirik 34-də. Hansı ifadələr doğrudur? Sarğacda maqnit sahəsinin enerjisini artırmaq üçün sarğacda L dəyişmir deyə L kvadrat bölü 2-yə görə bu artırsa I artmalıdır. Cərəyan şiddətini artırmaq, azaltmaq səhvdir. Polad içlik daxil eləmək nədir? L bərabərdir μ L0. İçlik daxil eləyəndə μ artır, μ artanda L də artır. L də artanda L kvadrat bölü 2-də L-lə də düz asıldı. Ona görə də bu da artar. Doğru cavab B variantı. Yəni enerjinin artmağı üçün L kvadrat bölü 2-dən ya L artmalıdır, ya I artmalıdır, ya da hər ikisi birdən artmalıdır. Burada da hər ikisinin birdən artdığı variant yoxdur. Ona görə hərəsinin tək-tək artan variantını seçdik. 35. Yüklənmiş cismi elektroskopa yaxınlaşdıranda elektroskopun kürəsi və vərəqləri uyğun olaraq hansı yükə malik olar? Əgər yaxınlaşdırırıqsa, toxundurmuruqsa, mənfini bura yaxınlaşdıranda mənfi başlıqdakı mənfiləri itələyəcək aşağı. Başlıqda müsbətlərin çoxluğu yaranacaq. Başlıqdakı mənfilər aşağı düşdüyünə görə vərəqlərdə isə mənfilərin çoxluğu yaranacaq. Onda deyə bilərik ki, kürə müsbət yüklənir. Birincisi müsbət Q, ikincisi mənfi Q. Belə cavabımız varmı? C variantı, bəli, var. Getdik irəli. 36. Cisim çevrə qövsü şəklində olan qabaq körpü boyunca bərabər sürətlə hərəkət edir. Hansı nöqtədə cismin körpüyə göstərdiyi təzyiq qüvvəsi ən kiçikdir? Təzyiq qüvvəsinin düsturu nədir? F bərabərdir P vurulsun S. Düzdür?
İndi burada bizim cismimiz çevrə boyunca hərəkət eləyir. Burada təzyiq qüvvəsi perpendikulyar təsir edən qüvvədir. Səthə perpendikulyar təsir edən qüvvə. Bu da mg'dir. Yəni ki, cismin çəkisinə uyğun olur da. Burada da cismin çəkisi bax 4 nöqtəsində gəlir ən yuxarı nöqtədə, ən kiçik olur. Nəyə görə? Çünki 4 nöqtəsində burada təcil aşağı yönəlir çevrənin mərkəzinə doğru. Onda da biz qabarıq körpü üçün çəki düsturu yazırdıq. P bərabər idi, M vurulsun, J çıxılsın, V kvadrat bölünsün R. Bu düstura görə çıxılıb daha kiçik olduğuna görə cavab olacaq 4, yəni Y variantı. 37. Hansı qrafik parçalanmamış, yəni sona qalan radioaktiv atomların sayının zamandan asıllığını düzgün ifadə edir. Bunu da nəzəriyyə kimi konspektdə vermişik. Doğru cavab B variantı olacaq. Yəni dərs izahında bu var. Niyə elə olduğu, niyə grafikin o formada olduğu dərs izahında deyilir. Burada onu izah eləməyəcəm. Sadəcə bilim variantı ki, B variantı şəklindədir. Amma delta N-nin asıllığı Y variantı kimidir. Delta N, yəni parçalanmış nüvələrin T-dən asılılığı Y variantı kimi olur. 38. Disklər mərkəzlərindən keçən ox ətrafında fırlanır. 1, 2, 3 nöqtələrində xətti sürətlərinin münasibət. Biz bilirik ki, qayışlı ötürmədə xətti sürətlər birincidə nə olursa, ikincidə də eyni olur. Radiusdan asılı deyil. Məsələn, bunu izah eləyəndə deyirdik ki, velosiped təkəri kimi düşünürük də. Necə ki, velosipedin təkərlərin ölçüsü fərqli ola bilərsə belə, birinin sürəti ilə digərinin sürəti fərqli ola bilməzdir. Onda o velosipedlə yəni getmək də olmaz. Getdikləri yol və sürətlər eynidir. Ona görə 2 ilə 3-ün sürəti bərabərdir. İndi 1 ilə 2-nin sürətinə baxanda 1 ilə 2 iç-içə çevrələrdə omega və balaları orada sabitdir. Yəni omega tezlik, bucaq sürətin dedim, bir də period. Və sürət orada omega R düsturuna görə R-lə düz asılıdır. Demək ki, 2-nin sürəti 1-dən böyükdür. Ona görə də V2 ilə V3 bir-birinə bərabər olub, 1-dən böyük olacaq. Belə cavab da harda var? D variantında. 38-dir. 39. Qüvvə impulsunun vahidi. Qüvvə impulsunun düsturu nədir? F delta T. Yəni Newton vurulsun saniyə. A variantı olacaq. 40-da düzxətli bərabər yeniləşən hərəkətdə sürət və təcil vektorları. Sürətlə təcil eyni istiqamətdə yönəldiyinə görə onlar arasındakı bucaq sıfıra bərabərdir. 41. Rəqslərin tezliyini hesablayın. Tezlik bilirik ki, omega bölünsün 2pi ilə hesablanır. Omega da harda olur? Baxın, kosinusla T-nin arasında. Kosinus omega T-də axı düstur. I bərabər İm kosinus omega T. Bax, bu bizdə omeganın qiymətidir. 400 pi bölünsün 2 pi. Burada da pi'lər gedər, cavab qalar 200, yəni Y variantı. 42. Poşenlə təchiz edilmiş silindrin içərisindəki verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Bu proses zamanı qaz tərəfindən poşenə təsir edən qüvvə və qaz molekullarının orta kinetik enerjisi üçün hansı ifadə doğrudur? Əvvəla baxıram ki, nə sabitdir, prosesə baxıram, T sabitdir, V artır. Demək ki, bu izotermik genişlənmə prosesidir. İzotermik genişlənmə prosesində Y kinetik sabitdir. Niyə? Çünki T sabit olanda Y kinetikin düsturu nə idi? 2-də 3 K T birbaşa temperaturdan asılı idi. Temperatur sabitdir. K onsuz dünəndən sabitdir. Y kinetiki nə dəyişə bilər? Heç bir şey. Y kinetikin sabit qaldığı bircə dənə cavabımız var. Amma birdən 2 cavab oldu da. Burada artar sabit qalar da versə. Onda nə edərsiniz? Qaz tərəfindən poşenə təsir edən qüvvə F bərabərdir. P vurulsun S-dir. Həmin qüvvə birbaşa P-dən, yəni təzyiqdən asılıdır. Biz də bilirik ki, T sabit olanda V artırsa, təzyiq azalır. Təzyiq azalırsa, qüvvə azalacaq. Ona görə doğru cavab olur B variantı. 43. İnduktivliyi 1 Henry olan naqildə yaranan öz-özünə induksiya EHG-sinin zamandan asıllıq qrafiki verilmişdir. 2 saniyə ərzində naqildəki cəryan şiddətinin dəyişməsinin modunu tapın.
Demək, Epstonun T-dən asılılıq qrafikində biz əvvəlcə nəyi tapa bilərik? Fiqur sahəsi kimi f-ni tapa bilərik. F bərabərdir S fiqur bərabərdir 2 saniyə ərzində biz hansı fiqurun sahəsini tapmalıyıq? Bu düzbucaqlı üçbucağın. Bu fiqurun da sahəsi 10/2/2 cavab eləyir 10. İndi fi bərabərdir, delta fi bərabərdir L delta i yazsam, buradan delta i-ni tapsam, delta fi bölünsün L, 10 bölünsün 1, yəni cavab olacaq 10A variantı. 44. İkinci sxemdəki kondensatorlar batareyasının tutumunun birinci sxemdəki kondensatorlar batareyasının tutumuna olan nisbətini hesablayın. Birincini hesablasam, 2 dənəsi paralel qoşulub. Paraleldə U sabit idi. U sabit, külər də toplanırdı, S-lər də olur 2S. Aşağıda isə 2 dənəsi ardıcıldır S/2, 2 dənəsi də ardıcıl S/2. Sonra bunlar bir-birinə paralel, yəni S/2 ilə S/2-ni toplasam olacaq S. İndi bizə də deyir ki, S2-ni S1-ə böl, yəni S-ni 2S-yə böl. Cavab olar 2-də 1, yəni 44-də D variantı olur. 45. Birinci maqnit sahəsində amper qüvvəsinin istiqaməti. Deməli, sahəmiz X-dir. X nə idi? Bizdən şəkilə doğru gedir. Onda əlimizin için görürük. Əlimizin için görürük. 4 barmağımız I istiqamətində. Onda barmaqlarımız bu şəkildə olanda, baş barmağımız da bu şəkildə olur. Mənim şəkil çəkmə qabiliyyətim çox aşağıdır. Ona görə də üzürlü sayasız bu şəkildə. Bu əlimizin içidir. X. Baş barmağımız bura, 4 barmağımız I istiqamətində amper qüvvəmiz olur. D variantı kimi 45-də. 46. Elektron nəzəriyyəsinə əsasən metal naqilin elektrik müqavimətinin yaranma səbəbi nədir? Metal naqildə elektrik müqaviməti demişik ki, sərbəst ionların metalın kristal qəfəsindəki sərbəst elektronların metalın kristal qəfəsindəki ionlarla toqquşması nəticəsində yaranır. Burada da deməli A variantı olur da, onda doğru cavabımız. 47. Şəkildə təsvir edilən 1, 2 və 2, 3 proseslərinin hər birində qaz eyni istilik miqdarı alır. 1, 2 prosesində qazın istilik miqdarı deməli, işi 10 kilojoldur. A1, 2-də 10 kilojol olarsa, 2, 3 prosesində nə qədər olar? A2, 3-ü soruşur bizdən. Yaxşı, 1, 2 prosesi nədir? Gəlin analiz edək. T sabitdir. T sabit olanda delta U 0 idi. Delta U 0 olanda isə Q bərabər idi mənfi A-ya ya da A'. Bu qazın işidir də. Qazın işi olduğuna görə gəlin elə A' yazaq. Bərabərdir 10 kilojoula. Yəni 1-2 prosesində qazın aldığı istilik miqdarı 10 kilojoldur. İndi bizə deyir ki, hər iki prosesdə eyni istilik miqdarını alır. Onda biz deyək ki, 2-dən 3-ə gedəndə də Q bərabərdir 10 kilojoula. Amma 2-dən 3-ə hansı prosesdir? Və D-dən düz asılıdırsa, demək təzyiq sabitdir. Təzyiq sabit olanda biz demişik ki, qazın gördüyü istilik miqdarının hansı hissəsidir? 0,4 hissəsi. 0,4-ü 10-a vursaq, eləyəcək 4 kilojol. Doğru cavab olur. Bizdən kilojolla istəyir. Onda cavab sadəcə 4 yazırıq və salam. 48. Düzxətli hərəkət edən cismin sürətin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cismə təsir edən əvəzləyici qüvvələrin əvəzləyicisinin proyeksiyası üçün hansı doğrudur? Birinci və üçüncü hissədə düzxətli bərabər sürətli hərəkət olduğuna görə burada əvəzləyici qüvvə 0-dır. Bu düz. Burada səhvdir artıq. İkinci hissədə isə istiqamətinə yavaşlayan hərəkətdir. V-si müsbətdirsə, A-sı mənfi. A mənfidirsə, əvəzləyici qüvvədə mənfidir, yəni 3 doğrudur. Burada da olacaq cavab 1-dən 3. Qalanları səhvdir. 49. Metal üzərinə enerjisi bol olan foton düşəndə, deməli, Y foton var bizim əlimizdə. Maksimal kinetik enerji, Y kinetikin maksimal qiyməti budur. Çıxış işini hesablayın. Y foton bərabərdir. A çıxış üstə gəl, Y kinetik düsturunu yazsaq. 8 vurulsun 10 üstü mənfi 19 joule bərabərdir. Cavabı da elektron voltla istəyir bizdən. A çıxış üstə gəl. Buradan gəlin birbaşa ilə A çıxışı tapaq da. A çıxışı tapanda Y fotonun Y kinetiki çıxırıq da. Y kinetikinin də qiyməti 4,8 vur 10 üstü mənfi 19. 8-dən çıxanda 3,2 vur 10 üstü mənfi 19 jouledur. Elektron volta çevirmək üçün elektrona bölürəm mən bunu. 1,6 vur 10 üstü mənfi 19. Bu da eləyəcək 2 elektron volt. Bu şəkildə.
Və sonuncu sualımız 50. Qüvvə xətlərinə perpendikulyar istiqamətdə bir cins maqnit sahəsinə elektron, proton, neytron daxil olur. Lorentz qüvvəsi hansını hara çəkir? Tamam. Əlimizi tuturuq yenə. Hər üçünün sürəti eyni istiqamətdədir. Birinci neytrona baxaq, qüvvə təsir etmir. Neytron çünki yüksüzdür. Yüksüz zərrəciyə qüvvə təsir etmir. Proton, elektron üçün biri üçün tutsaq, ikincisi də alınacaq. Proton üçün əlimizi tutsaq, müsbət yükdür. Deməli, sahəmiz x-dir. Bayaqki şəkil çəkmişdim. Bir dənə əlimizin için görürük. 4 barmağımız aşağı sürət istiqamətində, baş barmağımız belə olacaq. Yəni, protona təsir edən sağ istiqamətdədir. Sağadsa avtomatik elektron solu olacaq. Niyə? Çünki işarəsi dəyişir, qalan hər şey eynidir. Onda bu da solu olacaq. Cavabımız olacaq 1-ə S, 2-yə D, 3'ə də oldu Y variantı. Və salam, bir sınavımızın sonuna gəldik. Ümid edirəm ki, sizin üçün hər şey aydındır. Dəstək üçün abunə olmağı, paylaşmağı və rəy yazmağı unutmayın ki, həm daha çox insanın qarşısına çıxsın, daha çox insan faydalansın, həm də dəstək olun ki, biz daha böyük işlər görə bilək sizin üçün. Diqqətiniz üçün minnətdaram. İnşallah gələn videoda görüşərik. Hələlik.